Bilirsiniz, indi bu həftə isti-isti qiymət vermək çətindir. Bir müddətdən sonra doğrudanmı görəsən post-Maduro dövrü üçün Amerikanın hansı planı var? Bu keçici bir hökumət yaratmaq istəyirlər. Və indi Rodriguez var, bilirsiniz də o xanım Rodriguez, o vitse-prezident idi. Və vitse-prezident kimi artıq o Trumpın əleyhinə fikirlər səsləndirmişdi ki, azad olunsun, deməli Maduro, bu qeyri-qanuni addımdır və s. kimi ifadələr işlənmişdi. Ancaq Birləşmiş Ştatların prezidenti Donald Trump özünün bir nömrəli bortunda, təyyarəsinə minərkən Rodriguezlə bağlı sual veriblər ki, o sizin əleyhinizə çox kəskin mövqe bildirib. Söyləmişdi ki, o elə etməsin ki, Maduro'dan da pis tali onu, pis tali ilə üz-üzə qalsın. Bu fikir ki, mətbuatda geniş yayıldı. İndi görürük ki, Rodriguez, xanım Rodriguez telefon əlaqəsi saxlayır ABŞ-ın deməli dövlət katibi ilə və onun əməkdaşlıq, həllini gözləyən məsələlərlə bağlı deməli ortaq mövqe və s. Yəni xeyli ritorikası yumşalıb. Həm də Venezuelanın Ali Məhkəməsi məhz onu vitse-prezidenti hələ ki legitim hakimə kimi qəbul edib və Trump isə hələ ki onunla işləmək istəyir. Amma mən biraz o hələ ki sözün altına xətt çəkib deyirəm. Hələ ki. Sabahki reallıqda vəziyyət dəyişə bilər. Yəni görünür ki, bir müddət üçün olacaq keçici hökumət. Ondan sonra isə Birləşmiş Ştatlar orada prezident seçkiləri keçirəcəklər və Amerikanı dəstəkləyə biləcək bir prezidentin gətiriləcəyi hesab edirəm ki, bu sırf zaman söhbətidir.